İyunun 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər. Kişilər arasında təknəfərlik qayıq yarışının qalibi Sokarı təmsil edən Etibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq 2-ci və 3-cü yerlər tutublar. Qadınlar arasında keçirilən təknəfərlik qayıq yarışında Leyla Əliyeva 1-ci yerə layiq görülüb. İlahə Çələbiyeva yarışı 2-ci, Mələkxanım Məmmədova isə 3-cü pillədə başa vurublar. Kişilər arasında 2 nəfərlik qayıq yarışında Sokar 1-ci, Gənclər və İdman Nazirliyi 2-ci, Fövqəladə Hallar Nazirliyi 3-cü yerə sahib olublar. Qarışıq komanda yarışında Fövqəladə Hallar Nazirliyi 1-ci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2-ci, Gənclər və İdman Nazirliyi isə 3-cü yerə layiq görülüblər.